Bugün Ələşli kəndindən olan şəhidimiz Sərxan Həsənqulu oğlunun doğum günüdür. Ad gününə yığışmışıq məzarının önünə. Yaxınların, əzizlərin toplaşıbdır sənin doğum gününə. Pərişanıq şəhidim səndən ayrı olanda, görüşünə gəlibdir hamıdan çox sevdiyin qəlbi dağlı anan da. Deməginən oğlum təkdir xiyabanda, sən gördüyün təkcə məzar daşıdır. Onlar burada yatan gündən bir-birinin doğma əziz qardaşıdır. Nəzər yetir xiyabana, hər tərəfi gül çiçək, cənnətində keçirdiyin doğum günün mübarək, cənnətində keçirdiyin doğum günün mübarək. Vermədik ki, cavan ömrü qəm yükünü daşıyasız. Ona görə şəhid olduq, sizlər rahat yaşayasız. Bizlər üçün verdilər şəhidlər öz canını. Hər bir zaman yad edək şəhidlər xiyabanını. Qorxu nədir bilmədilər, düşməni məhv etdilər. Bircə onu bildilər, torpaq üçün, vətən üçün, bizim üçün öldülər. Əlbəyaxa döyüşdə düşməni gətdiz dizə, azad edib torpağı əmanət etdiz bizə. Xalqımız canı dildən halallıq verir sizə. Məzarın nurla dolsun, cənnətlik olsun yeri. Yurdumun igidləri, vətənin şəhidləri cəsarətlə döyüşüb düşmənə çəkib dağı. Şuşamızdan astılar Azərbaycan bayrağı. Qazi tək, şəhid tək döndülər geri. Yurdumun igidləri, vətənin şəhidləri, yurdumun igidləri, şərurun şəhidləri. Allah şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə şəfa versin. Kərbəlayı Abbas Yanar Səbirli.